Baxın, kimə pul versən, atqaz eləməyəcək. Elə başda mən nə qədər pul versən qəbulumdur. Amma məsələ nədir? Xərcləməyə də yeri tapılır. Özü gəlməmiş yeri açılır. Onu da müşahidə eləmişsiniz, görmüşsünüz. Amma məsələ budur ki, buna kimin məhəbbəti vardır, yoxdur. Heç kim deməyib, heç din demir, heç Allah demir, heç Peyğəmbər demir ki, sən çörək gəldi, çörək yeməyi apar, qoy çöldə ac qalasan. Döşəyin var üstündə yatmağa, quru yerdə yatqınan. Nə bilim də, kondisionerin var işlətməyə, söndür, qoy mən canımı əziyyət verim. Hələ biri deyir ki, Ağam Hüseyin qumların üstündə məsələn can verdi, ya o cürə yaşadı, mən niyə sərrində yaşayayım? Məsələn, Ağam Hüseynin vaxtında kondisioner yox idi, bir də Ağam Hüseynin yanında Yezid var idi, qoymurdu. Əgər sənə də Yezid qoymursa burada, bunun bir əcri var. Yoxsa Allah harada deyib sən, gül kimi kondisioner ola, onu söndürcünə, pulun verməyə də, ya lev çəkimsən, ya da ki, pulun verməyə pulun var. O da yerində, neynəyəcəkən, sən istidəyat qoy, mən də əziyyət çəkim Ağam Hüseyin kimi. Sən Ağam Hüseyin kimi namaz qıl. Oruç tutan da Ağam Hüseyin kimi. Həccə gedən də o cürə ibadət elə. Fəqiri görən də o cürə ibadət, o cürə hərəkət elə. Möminin qeybətini eləmə Ağam Hüseyin kimi. Möminin dalıcan danışma Ağam Hüseyin kimi. Ağam Hüseyin kimi danışanda elə danış ki, ağzından belə qəşəng, ədəbli sözlər çıxsın. Elə hərəkət eləcəkən ki, necə 1400 il ağadan dünya ibrət götürür, səndən də ibrət götürür. Nətər oldu, elə gəldin, yatanda istədin Ağam Hüseyin kimi yatarsan. Və la tuhərrimu təyyibat ma əhəllallahu ləkum və la tə'tadı. İnnəllaha la yuhubbil mu'tədin. Bizim 2 dənə ayəmiz var bu məsələlər barəsində. Biri israfın barəsindədir, biri o birisinin barəsində. Elə biri həddi bu başa aşmağın barəsindədir, biri bu başa aşmağın barəsində. Deyir ki, kulu və şrabı və la tusrifu. İnnəllaha la yuhubbil musrifun. Yeyin üçün amma israf eləməyin. Nə qədər lazımdır sənə ye də. Sənə kim deyib ki, ac qalcınən? Ac qalmaq təqvadandır. Sonra da mədən deşilsin, Allahdan küsətsən ki, Allah, mən sənə görə ac qaldım, sən də mənim mədəmi deşdin. Allah da sənə deyəcək, əvvələ mən mədə deşən deyirəm, mən oyuncaq oynamıram ki, yaradım, sonra da deşəm. Elə deyir, mən onu deşək olsaydı, elə yaradanda elə yaradardım da, ya da yaratmazdım, elə deyir. İkiniz də sən yemisən, az qarına turşiyatın, nə bilim, sirkə badımcanı, ona mən neyləyim? Bu 2. Bir də ki, Allah mədənin içərisində bir şey qoymaq üçün yaradıb. Elə deyir, Allah mədəni yaratmayıb ki, boş qalsın. Yaratmaz deyil ondansa. Allah mədəni yaradıb, mənasıdır ki, onun içində nəsə olmalıdır. İnsanın təqvon tutub, mollalığını tutub deyəsən, çörək yeməyəcəm, mən onu Allah neynəsin? Məlum. Bu, Allahın sözü. Bu adam, niyə sən ac qalmalısan? Aclıqla onda gərək, məsələn də, elə, nə deyim də, bizim imanımız aclıqda olsun. Onda orucluğumuz gərək elə 1 il olmaydı, 1 ay olmaydı, 11 ay olaydı, 1 ayda bayramımız olaydı. Məsələn, yemək-içmək bayramı. Məlum, belə bir şey yoxumuzdur. Təqva o demək deyir ki, insan ac qalsın. Təqva o demək deyir ki, bu neymətlərdən deyir, kulu və şrabı və la tusrifu. Yeyin üçün israf eləmir. Özdə nə yiyin, nə istəsiz yiyin. Bu sözü da hamınız bilirsiniz. Bəlkə də bunu deyəndə bilirdiniz, axırın hara gətirəcəm. Bizim ustadımız var, deyirdi, Allah özü kebab yiyən kimi tanıtdırır. Özü şor yiyən kimi tanıtırsınız, elə dodağınızın yarı olmağı sizə qalacaq, dilinizin yarı olmağı sizə qalacaq. Heç üstünlüyünüzdə olmayacaq. Bir adam gəldir, Allah, mən şor yemişəm. O adam gəldir, Allah, mən kebab yemişəm. Allah şor yiyəni, 5-də kebab yiyəni cəhənnəmə aparacaq. Bir adam elə şordan başqa bir şey tapmayıb, onu yeyib, onun da şükrün elə kebab yiyən qədər eləyib, Allaha da deməyib, Allah görürsən, o kebab yer, sənə 2 rəkəti namaz qılır. Amma mən şor yeyə 2 rəkəti namaz qılıram. Bunu da demir Allaha. O, qiyamətin günündə hesabsız gedəcək bir işdə. Amma bir adam ki, kebabı qoyur, gedir, oturur, bu yanda başlayır şor yeməyə, bu təqva deyir. Bu təqva deyir, Allahın ondan xoşu gəlmir. Allah kebabı pişiyə yaradır. Valla, bişirəsən elə kebabı, içinə də quyruğu qoyarsan, atırsan pişiyin qabağını. Pişiyin öz xörəyi var. Pişiyin elə o sümücün ver, çörəyin qırıntısını ver, nə bilim, çöldə süfrə çörək yiyəndə gedir suda gəzməyə, inşallah məni də aparasınız. O çöldə, məsələn, bağda, baxçada, meşədə, çayda, müstəhəbbidir, süfrəni çırpasan orada. Məsələn, evdə hətta çörək düşəndə götürəsən, qoymayasan ayaq altda, nəminə. Amma məkruhdur çöldə çörək yiyəndə süfrəni neynəyəsən, süfrənin üstündə hamısını yiyəsən. Nə var dənliyəsən hamısını bir dənə bu. Məkruhdur. Nədir deyir, çırpasan oradakı o qarışqa filan, bəsmə, iyi dəyib birinə, biri sümüyün gözləyir, biri çörəyin qırır. Hər öz növbəsində nədir öz payını gözləyir, özdə adamdan fərqli olaraq da hamı gəlir, neynir, öz payını götürür, aparır.
İndi pişirin özünün yeməyi var. Qədim elə çörəyin qırıntısını yadına atırdılar. İndi də marketlərdə də, hətta da həmişə belə də necə lazımdır. Elə payoxu filanı bəs məkanı. Adamda var dədəsi acından ölüb, amma pişirin 50 manatlıq yemək alır. Onunla da işimiz yox. Özü bilər, dədəsi bilər qiyamətdə. Burası da belə. Amma desəm, kebaba barbatırsan pişirəcək, bu təqvadır, bu təqva deyir. Allah deyir, kulu vəşrabu. Bu Allah əvvəldə ayəyə baxın. Bir var Allah deseydi, və la tusrifu. Sonra deyir deseydi, kulu vəşrabu. Elə deyir Hacı Bəxtiyar. Deseydi, israf eləmir. Dalıcan da qalib deseydi, yeyin üçün. Əvvəl israfı gətirseydi, dalıcan yeyib içməyə gətirseydi, gənə bir dənə söz idi. Gəlib görsən Allah tal. Amma Allah əvvəldə deyir ki, kulu vəşrabu. Yeyin üçün. Sonra deyir, və la tusrifu. İsraf eləmir. Adam ki, acından ölüb, gəlib elə süfrənin üstünə çatanda, elə siftə bismillah da ona desən, az ye ha biraz. O evi yıxılar da o adamın, elə da yemədi. Allah elə deməyib, əvvəl adamın iştahın vırsın, sonra da dalican desin ye. Allah adam məsələn əvvəl təhqir eləsin, danlasın, sonra desin deyir. Allah əvvəl təşviq edir, deyir, yeyin, için. Amma və la tusrifu. İsraf eləmir. İnnəllaha la yuhubbul musrifin. Elə deyir, Allah israf eləyənləri sevmir. Bu yemək içməyin ayəsi. Amma həddi var da day. Elə ki, mədun lazım olanda bir barmağı boğazda soxa biləsən. Məlum, mədədə bir çıxan yer qalsın ki, yemək olan evinə. Nehrə görmürsünüz, nehrə. Nehrə, paltar yuyan maşın. Paltarı yuyan maşın ağzına qədər tıxasın, ona qədər fırlasa heç yuya bilməyəcək, su girməyəcək ora. Elə, paltarın üstü islanmayacaq. Ona görə bir yarı eləyirsən, hər maşının özünün kilosu var, 5 kiloluq. Bizdən 5 kiloluq maşın 6-7 kilo paltar tutur. Amma onun üstünə yazırlar ki, 5 kilo. Niyə? Boş yer qalsın paltar o yana bir yanaşmağa. Elə, bu mədə də belədir. Ağzına qədər gəlir doldurmayasan onu. Bir çıxan yer qala, o yan bir yana açsın ki, öt kisəsindən öt tökülür ora, mədə şirəsi tökülür ora. Sonra o yana bir yana çevirməlisən də qurumalıdır, islanmalıdır, həzm olunsun. O miqdar Allah deyir, ye. Ondan artıq israfdır. Elə, bu yandan da deyir, və la tuhərrimu ma əhəllallahu ləkum və la tə'tədu. O şeyləri ki, Allah sizə halal eləyib, onu özünüzə haram eləmin və la tə'tədu. Burada da deyir, həddüzü aşmın. Bu yemək içməkdə deyir, yeyin üçün israf eləmin. Burada da deyir ki, sizə halal olan şeyləri özünüzə haram eləmin. Birdən sizə o yeyib içməkdə artıq yefsöz söz dediyim kimi, nehrəni dolduranda qatıqla yarısını doldururlar ki, çalxalansın, yağ olsun da qatıq o ənəmin. Ağzına qədər dolduranda içinə. Bir ildə silkələsən, o elə qatıq qalacaq içində. Orada deyir, ağzına qədər doldurmuz mədəni. Doldursanız ağzına qədər israfdır, Allah israf eləyənləri sevmir. Burada da deyir ki, ac qalmayın. Allah sizə halal eləyən şeyləri özdən enin, haram eləmin. Və la tə'dədu. Birdən baxın, ac qalsınız, özünüzə Allah halal eləyən şeyləri haram eləsiniz. Bunda da həddüzü açmışsınız. Orada israf eləmişsiniz. Burada da həddüzü aşmışsınız. İnnəllaha la yuhubbul mu'tədin. Yenə nəticə nə? Allah Teala həddini aşanları sevmir. Bəs artıq söz israf olacaq, israf eləyənləri Allah sevmir. Özünüzə bəzi şeyləri qadağan eləsiniz, haram eləsiniz, ondan özünü riyazətə vursunuz, o da həddini aşmaqdır. Allah Teala yenə həddini aşmağını eləmir. İnnəllaha la yuhubbul musrifin, innəllaha la yuhubbul mu'tədin. Allah nə israf eləyəni sevmir, nə Allah həddini aşanı sevmir. Bu Allahın sözü. Bu Allahın kəlamı, bu Allahın məqsədi, bu Allahla bəndənin rəftarı, bu Allahın bəndədən istədiyi məsələ. İndi biz duraq, məsələn, sərində deyək ki, mən çıxım günün qabağında oturum, filan vaxt filan xanım belə eləmişdi, əri çoban idi, nə bilim, nə, o elə həm bütün məsələlərində yerində idi. Həm filan belə olmuşdu. Bunların hamısı nədir? Belə, normadan qıraq məsələlərdir. Heç biri də xeyir gətirməyib. Sonra görürsən, o adam ya gəlir axırda cindar olur, ya falçı olur, ya da Peyğəmbər o ilan edir özün. Deyirlər ki, bir nəfər çıxıb, nə edir? Valla belə, yatır yuxuda nələrsə görür. Amma mən də yatıb yuxuda çox şey görürəm də. İnan Allaha, adam olsa gündə o qədər yuxu danışaram ona. Yatmıram ki, mən elə yuxu görürəm də. Elə, ben nətər oldu? Mən 49 ildir yuxu görürəm, mənə bir dənə titul verilmədi. Bir nəfər yatıb durub, bir dənə yuxu görüb, sırazı olub Ovliyaullah. Özdahatsən yatıb. Sübh namazından sonra. Allah deyir, sübh namazından sonra yatma, qəzəbim gələr sənə. Bu yatıb, Allah ona qəzəb eləməyib, Allah ona hikmət verib. Halbuki Allaha niyə bu iftira atırsınız? İftira da bu Allaha.
Allah'ın sözünü niyə yalan çıxardırsınız əl-əzəbillah? Allah deyir ki, sübh namazından sonra yatmağından mənim acığım gəlir. Allahın da acığı gələn şeydə qəzəb var da, Allahın qəzəbi var. Allah mənə deyir, orada yatma girən, qəzəbini tutar səni. Nətər oldu balam, Allah nə sənin nə əlaqın var, nə alış-verişin var, səni orada hikmət göndərdi. Nə hikmətlə düzdür, nə ədalətlə düzdür, nə Allahın elmi, belə də qarşı. Deyir, mən sübh namazından sonra yatdım, deyir. Belə də bu şeylər hamısı gəlir, çıxır ifratdan, təfriddən ortalığa. Cəmiyyətimiz də buradan, doludur ondan. Elə mən başqa komandalardan danışmıram, amma öz komandamızdan danışıram. Yuxu görənlər, nə bilim, neynəyənlər, sayında nə qədər saysız var. Barmağı çatmayacaq saymağa. Hamısının kötücündə ifrat təfrid durur. Hamısının kötüyündə düzgün yerində olmamaq durur. Görürsən, biri 5 gündür gəlib namaza, oturdu namaza. Bir gündə məsələn başlayır 50 günün namazını qılmağa. Ondan sonra bir günə qalır, nə qəzasını qıla bilir, nə ədasını qıla bilir. Əbəsənə bir adam demişdi, istədim qutaranda Allahdan qorxdum. Hətta 50 il qılmayanda Allahdan qorxdun da, nə oldu, gəldi 2 rəkət qılan kimi Allahdan qorxdun. Allah da istəmir axı səndən gündə 50 günün namazı. Deyir, çalış qıl günə. Çalış ki, çalışmaq da nədir? Çalış qıl 3 gün qılın. Bir gündə, 4 günün qılın. Axı rəng yol 5 gün qılın. Elə deyir. Və sənin arvad uşağı kim saxlayacaq? Ondan sonra sən 50-ci namazın 4-cü rükusunun da rükuya gələndə sonra səni kim gəlib qaldıracaq, durğuzacaq ayağa? Vallahi da onun gərək avtomat karovka olasan da özü yağlana ki, səni əyilib düzəldə biləsin. 50 rəkətdə, 50 namazdan, indi hesabladı 50, elə 2 rəkətdən hesablasa 100 eləyir. Qaldı ki, namazda 50 gündə 17 rəkətdən bir gör, olmaz axı. Hər şeyin yolu var. Hər şeyin bir qanununda, bir çərçivədə adam bir arada oruç tutar, adam bir arada namaz qılar, arada bir qəzalarından əmələ gətirər, arada hətta qəzası olmasa da belə qıldığı namazı nə olar, təzədən bir də qılar, problem yoxdur. Adam dəstəmazlı hökman deyir ki, pozulsun, ondan sonra geçsin dəstəmaz alsın. Adam elə dəstəmazlı gedər, bir dənə də dəstəmaz alar üstündən. Çox yaxşıdır. Hətta hədisdə var, istiğfar eləmədən Allah onun günahını bağışlayar. Bir var, mənim günahım var, istiğfar eləyirəm, Allah bağışlayır. Bir də var, dəstəmazım var, getdim bir dənə də üstündən dəstəmaz aldım. Nədir? Allah elə istiğfar eləməsəm də onun əvəzində mənə nə eləyir? Günahımı bağışlayır. Bu şey arada məscidə gəl. Arada bir məscidə gəl. Aksesuardır da bu, süfrə rəngarəngdir. İstifadə elə, amma da birinin üstündə oturub özünü məhv eləmə girən ki. Məlum. Bu məsələ. Kötücü yerində olmayıb, əslində yerində olmayıb, ondan sonra görürsən ki, gəldi biri cındar çıxdı, biri falabaxan çıxdı, biri ovliya çıxdı, biri arif çıxdı, biri hətta bəzən görürsən Seyid də çıxır. Deyir Seyid, baba sən babamı iddianı eləmədin, onun babası iddianı eləmədin, onun babası. Getdik Xuruşova qədər, axtardıq, heç biri demədi mən Seyidim. Sən nətər oldu, gəldin Seyid oldun? Əgər dədədəndirsə Seyid, sənin dədən demədi mən Seyidəm. Elə deyil və sən hardan Seyid oldun? Belə məsələlər.